Salam uşaqlar. Bu gün biz 5-ci sinifdən natural ədədlərin kvadratı və kubu haqqında danışacağıq. Kvadratı və kubu haqqında danışmazdan əvvəl yadımıza da salaq ki, biz bu 5-ci sinifə qədər nələr öyrənmişdik kvadrat və kub haqqında və indi nələr öyrənəcəyik. Ədədin kvadratı kubundan əlavə kvadrat və kub dedikdə nələr yadımıza düşür, onlara baxaq. Kvadrat dedikdə ilk növbədə belə bir şey yadımıza düşür ki, hər hansısa bir düzbucaqlı var idi. Və həmin düzbucaqlının tərəfləri, yəni hər iki tərəfi, məsəl üçün eyni uzunluğa bərabər idisə, onda ona biz kvadrat deyirdik. Və yaxud da hər hansı bir eyni sətir və sütundan ibarət daşları düzmüşdür. Məsəl üçün daşları götürüb 1, 2, 3 sətir və 3 sütundan ibarət. Siz bilirsiniz ki, sətir bu şəkildə, sütun da bu şəkildədir. Yəni sətir və sütun şəklində düzsək və daşın əmələ gətirdiyi fiqura biz kvadrat deyirdik. Çünki onun tərəfləri eynidir. Yəni 3 dənə, hər tərəfi 3 daşdan ibarətdir. Və ümumi neçə daş olduğunu tapmaq üçün biz tərəflərini bir-birinə vururduq. Bu da eləyirdi 9. Yəni 3 vurulsun 3. Elə ədədin kvadratı da elə bu mənada gəlir. Yəni ədədin özünə hasili, 2 dəfə ədədin öz-özünə hasili həmin ədədin kvadratı adlanır. Gördüyünüz kimi 3-ün 3 hasili 3-ün kvadratı adlanır. Və adətən 3-ün üstü 2 kimi yazılır. Çünki yəni 3 dəfə 2-ni öz-özünə vurmaq. Və yaxud da hər hansı bir 4 vurulsun 4 olsun, 4-ün kvadratı kimi yazılır və biz müxtəsərlərdir. Bir şey də vardır ki, bunu da yadda saxlayaq ki, əgər hər hansı bir ədədin kvadratının nəticəsi varsa, məsəl üçün, hardasa 25 görmüşüksə, bu deməkdir ki, 25 tam kvadratdır, 5-in tam kvadratıdır. Və yaxud da hardasa 36 görsək, tam kvadrat deyilər. Yəni, əgər müəyyən bir ədəd, hər hansı bir ədədin kvadratıdırsa ki, 25, 5 vurulsun 5-in kvadratıdır. Yəni, 5 üstü 2-dir. Üstü 2. Burada o deməkdir ki, əgər biz kvadratlar yazdıqda, həmin vurulan ədədi qeyd edirik burada. Gördüyünüz kimi 3-ü qeyd etdik. Neçə dəfə vururuq? 2 dəfə. Üst şəklində üstü yazırıq. Bu 3-ün kvadratı adlanır və 3 üstü 2 deyilir. Və başqa cür də deyək. Və hardasa siz hər hansı bir 36 və yaxud da 81, 9 vurulsun 9, 9-un kvadratı və yaxud da 64, 8-in kvadratı görsəz, bunlar tam kvadrat adlanır. Hansısa bir ədədin, hər hansı bir ədədin öz-özünə vurulmasından alınan ədəd. İndi isə biz kub haqqında danışaq. Kub dedikdə nə yadımıza düşür? İlk növbədə ədədin kubundan əvvəl kub dedikdə nə yadımıza düşür? Hər hansı bir qutu yadımıza düşürdü ki, bu qutu elə bir qutu idi ki, hər bir tərəfi bir-birinə bərabər idi. Necə ki, onun qutunun bir tərəfi bir tərəfi 3 idisə, o biri tərəfi də 3 idi və onun əlavə olaraq kvadratdan fərqi olaraq bir hündürlüyü də var idi və o hündürlük də 3-ə bərabər idi. Necə ki, bunu başqa bir şəkildə də təsəvvür edə bilərik. Necə ki, mən bayaq dedim ki, 3 dənə sətir və 3 dənə sütundan ibarət daşlarımız var idi. Amma 3 sətir, 3 sütundan ibarət daşlarımız bizə kvadrat əmələ gətirirdi. Yəni, əgər sətir və sütunların sayı bərabərdirsə, onunla əmələ gətirdiyi fiqur kvadrat alınırdı. Və indi təsəvvür edin ki, bu kvadratdan da 3 dəfə üst-üstə yerləşdiririk. Necə ki, burada gördüyünüz kimi, məsəl üçün 4 dənədir, 4 dənə daşımız vardır və o 4 daşdan oyun daşımızı 4 sıra yerləşdirmişik və 4 sıra yerləşdirdikdən sonra həmin alınan kvadratdan da 4 dəfə üst-üstə yerləşdiririk. Bu zaman alınan fiqur kub alınır. 3, 3, 3. Və bu fiqurların ümumi sayını tapanda biz hər bir tərəfi bir-birinə vururduq. 3 vurulsun, 3 vurulsun, 3. Bu tapdığımız ədədin kubudur. Yəni, natural ədədlərin kubu dedikdə, buradan yadda saxlaya bilərsiniz. Ədədin 3 dəfə öz-özünə vurulmasına ədədin kubu deyilir. Və 3 vurulsun, 3 vurulsun, 3, 3 üstü 3 şəklində də göstərilə bilər. 3-ün üstü 3, yəni 3 dəfə 3-ün vurulması. Əgər biz 3 dəfə 3-ü bir-birinə vurduqda 20-yə qalırıq, bunu bilirsiniz. Hardasa biz 27 ədədini görsək, deyirik ki, bu tam kub ədəddir. Kubun tam kub ədəddir. Necə ki, bayaq dedik ki, harada 27, 25, 36, harada biz 25, 36 görsək və yaxud da 64 görsək, deyirik ki, tam kvadratdır.
hardasa biz 27, yəni 3 vurulsun 3-ün kubu və yaxud da hardasa 16 görsək, e, burada burada deməli, əgər burada 3 üstü 3 şəkli, bu fiquru 3 vurulsun 3 vurulsun 3 şəklində yazılması 3 üstü 3 kimi göstərir. Yəni 3-ün 3 dəfə öz-özünə vurulması. Əgər biz kvadratda olduğu kimi də harda biz, məsəl üçün 3-ün kubu 27-ni görsək və yaxud da 2-nin kubu 8-i görsək və yaxud da 4-ün kubu 64-ü görsək, deyirik ki, tam kubdur. Bu tam kub adlanır. Gördüyünüz kimi birdən 10-a qədər olan ədədlərin kvadratları və kubları qeyd edilmişdir. Siz ekranı saxlayaraq buranı dəftərinizə köçürüb və yaxud da SS eləyərək skrininə fərqi yoxdur. Yadda saxlayıb əzbərləyə bilərsiniz. Çünki sonradan istifadə etmək üçün sizə daha rahat olar. Nəinki tək-tək hesablamaq. Burada gördüyünüz kimi 1 və 1-in kubu ilə kvadratı 1 alınır. Çünki 1-in hasili hər zaman neçə dəfə vursaq 1 almış oluruq. Onda da siz 5-ci sinif dərsliyində əvvəlki mövzularda öyrənmisiniz ki, əgər onun üstü neçə rəqəm varsa, tam ki onun üstündə 2 varsa, onun cavabı 1-i qeyd edirik və 1-in sağına 3-dən 2 dənə rəqəm varsa, 2 dənə 0 varsa, 2 varsa 2 dənə 0 əlavə edirik və yaxud da 3-dən onun üstü 3-dürsə, 1-in sağına 3 dənə 0 əlavə edirik. 100 və 1000 o deməkdir. Bu hissəni isə yadda saxlasaq daha yaxşı olur. Gəlin bir neçə nümunəyə bax. Məsəl üçün sizin qarşınıza belə bir misal çıxa bilər. 640-ın kvadratı. 640-ın kvadratı. Bunu fikirləşirsiniz. 640-ın kvadratını mən necə hesablaya bilərəm? Üst-üstə vursam olmur. Vurma cədvəlində mən belə bir şey öyrənməmişəm deyə fikirləşirsiniz. Bunun daha rahat üsulunu gəlin öyrənək. Əgər biz 640-ı 64 vurulsun, ya da belə şəkildə yazaq. 64 vurulsun 40 şəklində yazsaq, onda 640-ın kvadratı da 64 vurulsun 40 vurulsun 64 vurulsun 40 şəklindədir. Əgər biz 640-ın kvadratını 64 vurulsun 10 şəklində yazsaq, onda 640-ın kvadratı da 64 vurulsun yazaq. 10 vurulsun 64 vurulsun 10. Və eyni zamanda yer dəyişmə xassəsindən istifadə edərək, yəni qruplaşma xassəsindən də istifadə edərək 64-ləri bir qruplaşdırsaq, onu isə bir qruplaşdırsaq, bu şəkildə cavab almış oluruq. Neysə, bayaq yazdığım cavab sizi bərabərdir, dalğalı bərabərdir çaşdırmasın. Orada biz bir sual yaranmışdı beynimizdə. Ona görə mən dalğalını qoymuşdum. İndi isə dəqiq sualı bilirik. Gəlin isə nə yazır? Qruplaşdırdıq biz. Qruplaşdırdıqda nə edirdik? Görürük ki, 64-ün kvadratı vurulsun 100 almış oluruq. Yəni 64 vurulsun 64, 64-ün kvadratı eləyir. Vurulsun 100 vurulsun 100 də 10 vurulsun 10 da eləyir 100. İndi bizə 64 vurulsun 64-ün kvadratının nə olduğunu tapmaq lazımdır. Ya burada siz bu şəkildə də istifadə edə bilərsiniz. Normal şəkildə 64-ü 64-ə vuraraq tapa bilərsiniz. Və yaxud da başqa bir qısa yol vardır ki, onu da sizə gəlin indi öyrədim ki, 2 rəqəmli ədədlərin, bu 2 rəqəmli ədədlərə aiddir. 2 rəqəmli ədədlərin öz-özünə vuruluşu, yəni kvadratı necə hesablaya bilərik? İlk növbədə hər bir 64-ün kvadratını tapırıqsa, hər bir mərtəbənin ayrıca hər bir mərtəbədə yerləşən ədəd rəqəmin ayrıca kvadratını tapırıq. 6-nın kvadratı 36-dır. Bura qeyd edirik 36-nı. 4-ün kvadratı da biz bilirik ki 16-dır. Onda onu bura qeyd edirik. Və bu əmələ gətirilən 36 və bu burada gördüyünüz kimi 36 və 16 ədədlərini yan-yana yazırıq. Yəni 36. Deməli hər bir ədədi tək-tək vurur, kvadrata yüksəldirik özünü. Olduğu kimi 36-nın kvadratını bir yana, 16-nın kvadratını bir yana yazırıq. Və burada gördüyünüz kimi hər hansı bir ədəd almış olduq. Bu birinci addım idi. İndi gəlirik ikinci addıma. İkinci addımda biz hər bir ədədi bir-birinə vurub arxasına bir sıfır əlavə etmiş oluruq. Alqoritmi yerinə yetiririk. Deməli 6 ilə 4-ün hasilini yazırıq. 6 vurulsun 4. Bu da bərabərdir 24-ə. Ancaq 24-ü nə edirik? Arxasına bir sıfır əlavə edirik. Bunu da çevirdiyimizə qədər yazaq. Və arxasına bir sıfır əlavə edirik. Yəni 240. Gördüyünüz kimi burada 2 ədəd aldıq. 3616 və 240. İndi isə 3616 ilə 240-un cəmini tapırıq. Bu da eləyir 3856. İndi isə baxsaq 3856 götürüb klaviatura ilə kalkulyatorla deməli indi götürürük biz kalkulyatorla 3856-nı indi biz götürüb
Yəni 64-ü 64-ə klaviatura ilə vursaq və yaxud da hər hansı bir alt-alta vurma üsulu ilə də istifadə etsək, 3856 almış oluruq. İndi bu praktikdə çətin gələ bilər, amma mən bir neçə misal yazdıqdan sonra əliniz öyrəşə bilər əslində. Və yaxud da alt-alta vurma ilə də edə bilərsiniz. Deməli, cavabımız 3856 vurulsun. Bunu da bura yazaq. 100. Bu deyil. Gördüyünüz kimi. Deməli, iki rəqəmli ədədin kvadratını vuranda ilk növbədə hər bir mərtəbədəki rəqəmlərin kvadratlarını tapırdıq. Daha sonra onları yan-yana yazıb bir ədəd əmələ gətirirdik. Sonra isə həmin ədədlərin tək-tək hasilini ona vuraraq, belə də deyə bilərik, hasilini ona da vuraraq və yaxud da hasilin arxasından bir sıfır əlavə edərək sağına həmin ədədlə toplayırıq. Alınmış ədəd həmin ədədin kvadratıdır. Biz burada bugün bu nümunə misalında həm fərqli üsulda olan ədədlərin kvadrat şəklində üç rəqəmli idi. Kvadratın necə tapılmasını misalını yazaraq öyrəndik. Eyni zamanda iki rəqəmli ədədlərin kvadratının fərqli üsulla həllini öyrəndik. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bugün izah etdiyim dərs sizə anlaşılır şəkildə oldu. Əgər dərs barəsində suallarınız varsa, əlavə olaraq və yaxud da beyninizdə hər hansı bir sual qalıbsa ki, mən bunu bilmədim, öyrənə bilmədim və yaxud da başa düşmədiyiniz başqa bir suallar varsa dərs çərçivəsində kommentlərə və yaxud da hər hansı bir şəkildə yaza bilərsiniz. Yorumlarda, kommentlərdə yaza bilərsiniz və mən mümkün qədər də cavablandıracağam.